Salam, sizlər üçün qısa formada profiterol, yəni ekler resepti paylaşıram. Bunun üçün mən qazın üzərinə qazan yerləşdirirəm. İçərisinə stəkan yarım su əlavə edirəm, 200 qram yağ əlavə edirəm, şəkər tozu, duz əlavə edirəm. Suyun qaynamağını gözləyirəm. İçərisinə stəkan yarım un əlavə edirəm. Qarışdıraraq 3-4 dəqiqə unu qazanın içərisində bişirirəm, qoyuram kənara. Başqa bir qabın içərisinə əlavə edirəm. Üzərindən vanilin əlavə edirəm, qarışdırıram, qoyuram soyunmağa. Soyuyan arada mən içərisinin kremini hazırlayıram. Bişmə kremindən istifadə edəcəm. 4 stəkan süd əlavə edirəm, qazanın içərisinə qoyuram, qazın üzərinə 4 xörək qaşığı nişasta və stəkanın ağzından 2 barmaq aşağı şəkər tozu əlavə edib qarışdıraraq bişirirəm. Sonunda içərisinə vanilin əlavə edirəm. Bu arada xəmirimiz artıq soyub. 7 ədəd yumurtanı az-az içərisinə əlavə edərək bu qatıqda xəmir hazırlayıram. Soba listini yağlayıram. Soba listinin içərisinə sıxma torbası vasitəsilə xəmirləri yerləşdirirəm. Öncəlik 200 dərəcəlik sobada bişirirəm. 10 dəqiqə, 15 dəqiqə bişirdikdən sonra sobanın dərəcəsini aşağı salıram. 150-100 dərəcədə 35-40 dəqiqə bişirirəm. Artıq eklerlərimiz hazır olur. İçərisini kəsirəm. Əlbəttə ki, soyuduqdan sonra içərisinə krem əlavə edirəm. Artıq eklerlərimiz hazırdır. Üzərini şokolad sosu ilə bəzəyirəm. Mütləq bu resepti hazırlayın. Çox dadlı, ləzzətlidir.